Salam, yenidən xoş gördük hər birinizi. Ənənəmizə sadiq qalaraq hər bir mövzunu qayda kitabına ehtiyac qalmadan 3-4 test üzərində izahını təqdim edirəm və bugünkü mövzumuz artikel olacaq. Artikel mövzusu ilə bağlı ən çox düşən test nümunələrindən dağ silsilələri yadda saxlayırsınız ki, Z artiklı ilə verilir, dağ zirvələri isə artikelsiz. Bəs əgər coğrafiyanı elə də çox bilmiriksə, bunları necə fərqləndirə bilərik? 1. Dağ silsilələri ez şəkilçisi ilə verilir, mübtəda rolunda işlənirlərsə xəbəri cəmdə olur və mountain sözü ilə verilir. 2. Dağ zirvələri təkdə olur, xəbəri də təkdə olur və mountain sözü ilə verilir. Deməli, bizdə Himalayas dağ silsiləsidir Z, Everest heç nə və highest ez şəkilçisi və most şəkilçisini gördünüz deyəlim. Yadda saxlayın, sifətin üstünlük dərəcəsini bildirir və sifətin üstünlük dərəcəsi Z artiklı ilə verilir. Doğru variant B variantı. İkinci ən mühüm test tapşırıqlarından most qaydası. Yadda saxlayırsınız ki, mostdan sonra isim gələndə artikelsiz, mostdan sonra sifət gələrsə, axı sifətin üstünlük dərəcəsini düzəltmiş olur və sifətin üstünlük dərəcəsi də Z artiklı tələb eləyir deyə mostdan sonra sifət gələndə biz Z yazırıq. Bizdə də baxırıq ki, people isim gəlib, deməli heç nə olmayacaq. İkinci tərəfdə isə favorite, sevimli sifət gəlib deyə Z olacaq. Doğru variant A variantı. Üçüncü olaraq isə English tipli sözlərin dil və xalq mənasında necə işlənmələrinə baxırıq. Bir qayda olaraq yadda saxlayırsınız ki, dil mənasında işlənən zaman 1. Artikelsiz olur, 2. Xəbəri təkdə olur, 3. Cansız varlıq ifadə edir. Bizdə də baxırıq ki, xəbər təkdədir, deməli dil mənasıdır, heç nə olmayacaq. Ölkə şəhər adları artikelsiz işlənir, heç nə olmayacaq. Qısaltmalar və abreviaturaların hamısı artikella işlənir, Z olacaq. Doğru variant B variantı. Xalq mənasında işlənən zaman 1. Z artiklı ilə işlənir, 2. Xəbər cəmdə olur, 3. Canlı varlıq ifadə edir. Bizdə də baxırıq ki, laf sözü verilib. Yeri gəlmişkən, feillər es şəkilçisi qəbul edən zaman təkdə sayılır, isimlərlə tərs mütənasib, es olmayanda isə cəmdə sayılır. Cəmdə isə deməli xalq mənasında da Z yazacağıq. İkinci və üçüncüdə isə sayılmayan isimlər verilib və sayılmayan isimlərdə EN artiklı işlənmirlər. B-ni, Y-ni, A-nı çıxıram. Birinci tərəfdə də Z artiklı olan D variantı. Son olaraq 9-cu sinif qəbul imtahanına düşmüş, sayılan və sayılmayan isimlərlə bağlı bir test nümunəsinə baxırıq. Nöqtələrdən sonra 2 isim yanaşı gəlmişdi. 2 isim yanaşı gəlinən zaman biz sonuncu ismə görə artiklı yazıb yazmamağa baxırıq. Shop sözdə sayılır və sayılan isimlər ingilis dilində artikelsiz boş saxlanıla bilmir. B-ni, C-ni çıxırıq. İkinci tərəfdə center sözü verilib, o da sayıla bilən isimdir. İkinci tərəfdə boşluq olan D-ni çıxırıq. Üçüncü tərəfdə city sözü də sayılır. Üçüncü tərəfdə boşluq olan A-nı çıxırıq. Doğru variant Y variantı. Bugünlük bu qədər. Növbəti pronoun videosunda görüşənədək.